Əziz müsəlman qardaş və bacılar, indi qeyd edəcəyimiz əməlləri bu 10 gündə çoxaltmaq bəyənilir. Bütün günahlardan tövbə etmək. Tövbə ən əzəmətli əməllərdən biridir. Uca Allah belə buyurmuşdur. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. Onun şərtləri bunlardır. Dil ilə bağışlanma diləmək, edilən günahı tərk etmək, qəlb ilə bir daha bu işə qayıtmayacağına əmin olmaq, günaha çağıran mühiti, pis dostları tərk etmək və haqqını aldığın kimsənin haqqını qaytarmaq. Nafilə ibadətləri çoxaltmaq, namaz qılmaq, sədəqə vermək, Quran oxumaq, yaxşılığı əmr edib pislikdən çəkindirmək, qonşulara yaxşılıq etmək, qohumluq əlaqələrini gücləndirmək və s. Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Namaz qılaraq Allaha çox səcdə et. Çünki sən Allaha hər səcdə etdikcə, o səcdə səbəbi ilə Allah da sənin cənnətdəki dərəcəni yüksəldər, bir günahını da silər. Başqa bir hədisdə isə demişdir. Namaz sahibi üçün bürhandır. Oruc oddan qoruyan sipərdir. Sədəqə də suyun odu söndürdüyü kimi insanın günahlarını yuyub aparır. Nafilə oruç tutmaq. Heç şübhə yoxdur ki, bu günlərin hamısını və ya gücü çatdığı qədərini, xüsusilə Ərafa gününü orucla keçirmək əməllərin ən fəzilətlisidir. Peyğəmbərin həyat yoldaşı Ummu Sələmə belə demişdir. Allah elçisi Zilhiccə ayının ilk 9 günü, Məhərrəm ayının 10-cu günü, hər ayın ilk bazar ertəsi günü ilə sonraki 2 cuma axşamı günləri olmaq üzrə 3 gün oruç tutardı. Orucun Allah yanında xüsusi savabı, əhəmiyyəti barədə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə demişdir. Adəm övladının hər bir əməli özü üçündür. Hər bir yaxşı əməlinə görə ona ondan 700-ə qədər savab artırılır. Uca Allah buyurur, orucdan başqa, oruc mənim üçündür və bunun əvəzini də mən verirəm. Oruç tutan şəhvətini və yeyib içməyini mənim üçün tərk etmişdir.